Bismillahirrahmanirrahim. Allahın rəhmət və salamı üzərimizə olsun inşallah. Ramazan ayının 10-cu günü hamımız üçün mübarək olsun. Bugün Peyğəmbər əleyhissalamın xanımı Xədicə Xuveylid qızının vəfat günüdür. Peyğəmbər əleyhissalamın ilk xanımı Xədicə Kubra ya Xədicə Ummul Mu'minun ləqəbi ilə şöhrət tapıb. Xədicə Kubranın varidatı Peyğəmbər əleyhissalamla ailə qurduqdan sonra Xədicə bütün varidatını İslamın inkişafı üçün xərcləyib və sərf edib. Peyğəmbər əleyhissalamın əzəmətli xanımı Xədicə İslam aləmində ilk İslamiyyəti qəbul edən xanımdır. Hicrətdən 3 il qabaq 65 yaşında Məkkədə dünyadan gedibdir. Və Məkkədə məşhur qəbirstanlıq olan Məlah ya Əbu Talib ya Həcun ya Hucun ya Qureyş ya Bəni Haşim ya da Cənnətul Muəlla adlı muhtəşəm, gözəl bir qəbirstanlıqdır ki, çox bərəkətli bir qəbirstanlıqdır ki, xanım Xədicə Kubra orada dəfn olunubdur. Allah Teala bizlərə inşallah ki, o xanımın ziyarətini nəsib etsin. Allah Teala bizləri xanım Xədicə Kubra hörmətinə və Ramazan ayının izzətinə xatir bağışlasın inşallah. İmam Baqir əleyhissalam nəql edir ki, Bunyəl İslam əla xəmsin. İslam aləmi 5 dənə ünsürlə tərkib tapıb. Yəni 5 dənə ünsürün üstündə bərpa olunub. Onlardan biri ələs-salah, namaz, ikincisi vəz-zəkah, zəkat, üçüncüsü vəl-həcc, dördüncüsü vəs-som, beşincisi vəl-vilayə. Hazreti Baqir əleyhissalam buyurur ki, müsəlman olan şəxs bu 5 dənə şərti qəbul etməlidir. Onlardan biri namaz, ikinci malının zəkatını vermək, üçüncü imkanı varsa Allahın evini ziyarət etmək, dördüncü oruç tutmaqlıq, məxsusən Ramazan ayının vacib orucunu tutmaqlıq, amma lap mühüm bir məsələ vilayə, yəni vilayəti qəbul etmək. Əvvəli Həzrət Əmir əl-Müminin əleyhissalam, axırı isə İmam-ı Zaman əleyhissalam. Yəni bu 12 dənə imamın vilayətini qəbul etməkdir. Hər hansının zamanında yaşayırsansa, vilayəti qəbul etməkdir. Çünki hədislər var ki, bir insan namaz da qılsa, oruç da tutsa, zəkat da versə, həccə də getsə, əgər zamanəsinin imamını tanımasa, mata lil-məytətil cahiliyyə. Əgər ölərsə, cəhalət dövrünün ölmüşləri kimi ölər. Bəs buradan nəticəyə gəlir ki, vilayət çox təkid olunmuş bir qanunlardandır ki, inşallah ki, Allah Teala vilayət eşqini tək bizim qəlbimizdə inşallah ki, bərpa etsin. Amma mühüm məsələlərdən biri oruçluq ayında olunan səfərlər haqqında. Əgər bir insan bir yerə hərəkət edirsə, hərəkət etməmişdən qabaq qəsd-i qamə, yəni qaldığı günün müddətini təyin etməlidir. Məsələn, bir insan durur Naxçıvandan, ya məsələn Şərurdan, ya Sədrəkdən əgər Bakıya gedirsə, getməmişdən qabaq orada qaldığı günü müşəxəs etməlidir ki, mən neçə gün qalacağım. Əgər orada insan gedirsə, əvvəldən təyin etməlidir ki, mən getdiyim məkanda 10 gün qalacağım. Əgər bu qəsd 10 gündə təkmildirsə, o insan gedib qaldığı məkanda namazlarını bütöv qılacaq, orucunu da tutacaqdır. Amma xeyr, bir insan əgər buradan getdiyi vaxt öz qəsdini dəqiqləşdirməsə və bilməsə ki, 5 gün qalacaq, 3 gün qalacaq, ya 7 gün qalacaq, o insan oradan namazlarını qəsr qılmalıdır və oruç da tutmağa icazəsi yoxdur. Yəni tutsa da orucu batildir. Bəs insan buradan çıxmamış qəsdinə diqqət etməlidir.
Amma bunların ən gözəli, ən önəmlisi budur ki, insan yaxşı olar ki, Ramazan ayında bir yerə səfər etməsin. Düzdür, bəzən zəruriyyət çıxsa qabağına, əz-zərurat tubihul məhsurat. Yəni, zəruriyyətin məqamında hər şey məfum və əhd, yəni bağışlanır. Var, indi birinin bir təcili işi çıxdı, ya getməşlik ehtiyacı oldu, onda gedə bilər. Amma yox, elə belə oruçluqdan qaçmaq məqsədi ilə qaçırsa, düzdür, o səfərdə olar. Amma kərahiyyəti var. Yəni, alimlərin nəzərində məsləhətdir ki, insan Ramazan ayında çox oyana getməsin. Bir ayda himmət eləsin, bəhanə gətirməsin. Allahın eşq-i mərifət məktəbinin imtahanından keçsin. Allah Teala inşallah ki, bizi heç bir sıxıntılarla üzləşdirməsin və Allah Teala bizlərə bir eşq-i mərifət nəsib eləsin ki, elə Ramazan ayında inşallah bu bir ayı Allahımıza gözəl xidmət edək. Allahım, cəmi şəhid ballarımızın ruhunu şad elə. Onlara verdiyin izzət xatirinə bizləri düz yola hidayət elə. Allahım, cəmi qazilərimizə şəfainat elə, onların sıxıntılarını həll elə, cəmi əskərlərimizi qoru, həmişə ölkəmizdə sabitlik, gözəllik bərqərar elə. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhunu təcil elə və bizlərə yaxın elə. Allahümmə əccilli vəlikəl fərəc. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.